Bugündən tam bir il müddətində Nizami və 28 may stansiyaları arasında hərəkət tam dayandırılacaq və bu insanlar üçün həm vaxt itkisinə, həm büdcə itkisinə, həm də əlavə olaraq əziyyətə gətirib çıxaracaq. Amma düşünürəm ki, bir ildən sonra ən böyük problem hansı ki, bu sıxlıq problemi həll olunacaq. Ən azı vaxtınıza qənaət eləmə həlli yolunu mən sizə təqdim edə bilməsəm də, büdcənizə qənaət eləmək üçün bəzi məlumatları sizlə paylaşacağam. Buna görə də videomu sonuna qədər izləyin. Götürək ki, sizin metro gedişləriniz aylıq 40 gedişə qalxdı. Siz bir bank stat kartı ilə ilk 5 gedişi hər ay plus eləyə bilərsiniz. Qalan gedişlərdə Bankopakın Bolkart digital kartından 25% kəşbək qazanaraq eləyə bilərsiniz. 40 gediş üçün əslində ödəməliydiniz 24 manat, amma siz ödəyəcəksiniz təqribən 16 manat. Və 7 manat qazanmaq fürsətiniz var. Metro gedişləriniz üçün tövsiyə edirəm ki, bu kartlardan istifadə edəsiniz. Növbəti aydan bəlkə də ola bilər ki, digər banklar da sərf hərəkətlərini artıra bilərlər. O zaman da mən bu haqqda sizin üçün faydalı məlumatlar paylaşacağam. Bu videonu da digər dostlarınıza göndərin ki, onlar da məlumatlansınlar.